Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir One Man Squad videosuyla qarşınızdayım. Oyunumuza keçməmişdən öncə PUBG tarixində sadəcə olaraq bir nəfərdə olan seti alacağıq və həmən setlə One Man Squad'a girəcəyik. Seti almamışdan qabaq bir də WoW-a keçid eləyək. Gördüyünüz kimi xəritələrimiz mövcuddur. Uzaq məsafə bir 300-400 metr məsafədən M4 spreyləri, sonrasında gördüyünüz kimi 11 raundluq, 9 raundluq xəritələrimiz mövcuddur. Xəritələrimizi oynayaraqdan dəstək ola bilərsiniz bizə. İncə keçid eləyək paltarımızı alaq. Gördüyünüz kimi takaz mərkəzi deyirik və yetenəkçi sanatçı setini alırıq. 2000 verdik. Başlığı da alaq. Buradan açıqısını da alaq. Açıqısı yaxşı deyil, amma alaq da. Qoy set tam olsun. Oy. Setə bax, setə. Setə bax, setə. Üf. Çox qəşəngdir axı bu. Yəni, nə bilim o. Yəni, heç kimdə görməmişəm də, yəni ki, bu seti. World of Wonder. Keçid eləyək oyunumuza. Etkinlik alanına yenə də gözəl bir şəkildə enişimizi etdik. Nə? Soldakı silahı qoyub içəriyə girəndə Kas. Niye bu kadar güçlü oynuyorsunuz siz? Bacara bilmirəm axı mən. Bu çatdıra bilmirəm sizi bura. Neysə. 2 ayaq səsi buradadır. Okey, səni təxmin edirəm yeri. Bir bura atırıq, bir bura atırıq. Okay. Adam öz özünü partlattı. Mən də belə bir bomba atsam, güman edirəm düşərsiniz. Necə ora qalxdı, keçdilər yollar. Neysə, bu bomba əlimdən bıraxıldı. Oy, o nə idi? Gedin oyun öyrənin, hə. Neysə, ortanı açaq tez bir şəkildə. Yox, açmayaq, gözlə görək. Bir dənə buranı sisləyək. Normalda mən təmizləmişdim bura, o bir adam hardan gəldi ki? Köşə ortanı da açdıq, bir nəfər qaldı. Tapa bilmədim də bunu mən. Yəni, konkret tapa bilmədim. Yəni, bəlkə də AFK-dır, bilmirəm də. Kamerasının sonu bura olubdur, gəlib bura atıbdır oyun üçün. Mən çıxıram buradan. Gedək aşağıya, görək. Etkinlik alanına düşə görək orada nə var, nə yox. Buralar doludur sadəcə olaraq.
Okey. O adam bizi oradan molləyir. Problem deyil. O hara düşdü onu bilmirəm. Sən P90 mərmilərini bir dənə ver mənə. Oynaya bilən oynasın P90'dan. Okey, P90 mərmilərini çəkdik. Bir nəfər qaldı içəridə. Onu da yerini bilmirəm deyəcəydim ki, tapdıq. Uzaqdakını da gördüm. Bunların hamısı okeydi. Mən yerim elə bir bərbaddı axı mənim. İstədiyim yerə, istədiyim adama sprey ata bilmirəm. Onu da aldılar. Sən kimsən? Pardon. Okey. Paraşüt bura düşmə. Paraşüt bura düşmə. Geçmişdi ya az kala. Harita. Mən bəs bomba atsam necə olar? Bu da gedir içəriyə. Sen oradan çəkil. Of, çok yordular ya bunlar məni. Özləri yanırlar bunlar. Noobdular ya adamlar. Belə kill chat takip eləmək yoxdur da yəni ki. Görmürəm. Nak. Tipli aradan sıxır yaxşı. Arkamdakına da bir dənə buradan baxaq görək hardadır bu. Oy AVM. Mən göstərmərəm axı sizə. Mən görüm alanın içindəsiz siz yox, alanın içində deyilsiniz. Mən də alanın içində deyiləm, məsələ də odur. Ben kaçtım. Neyin işiniz eləyin.
Yəni biz girək bura. Botun işi bu. 1 və 2 qaldıq. Sadəcə olaraq heç birini görmürəm. Mən ayaq səsimi böyük ihtimal eşitdi. Mən onun ayaq səsini eşitdirdim. O da mənim ayaq səsimi eşitdi. O heç yaxşı olmadı. Okay, bu bina yaxşıdır. Bu bina mənim yadıma düşür. Pompalı ilə beləncə oturanlar zadlar. Səni gördüm. Necə mənim ayaq səsimi eşitmədin ki sən? Çox ləng oynadım. Neysə. Gəldik qaldıq. Bu bombaya girəcəksən sən. Necə mən burada hasar yiyirəm səndən? Oy. Adam yəni çatdırmadı da mənə görsün. Çox qəşəng bir dənə oyun idi də yəni. Full Azərbaycanlı dolu. Yeni bir One Man Squad videomuzun sonuna gəldik. Videonun əsas məqsədi One Man Squad deyildi. Paltarımız, yəni PUBG tarixində sadəcə bir nəfərdə olan setlə oynadıq. Winimizi də aldıq 14 leşlə. Çox gözəl bir oyun idi. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı unutmayın zəhmət olmasa. Gələn videolarda görüşmək üzrə deyirəm. Bye.